Chevrolet Cruze 1.4 turbo mühərrik, maşında boğulma var, kəskin titrəyiş var, pirboy ilə yağımıza yaxınlaşıb. Bildiyiniz kimi bu modellərdə həmin titrəyiş olanda sürətlər panelində injektor işarəsi başlayır belə yanıb sönməyə, sürüşmə işarəsi yanır. Bu problemin səbəblərindən biri də bax bu göstərdiyim bobindir. Maşını xodda. Bir dənə diqqət edin. Söndür. Bobin korpusa verir. Korpusa verdiyinə görə də toku itirir, başlayır motor titrəməyə. Bundan əlavə olaraq hava çəkmə problemi var. Maşın normal vəziyyətdə işləmədiyi üçün yəni smoke test aparatı ilə yoxlayacağıq, onu da sizə göstərəcəm. Bu problemlərin hamısını həll edib ideal vəziyyətdə inşallah müştəriyə təhvil verəcəyik. Hava çəkmə ilə də bağlı smoke test aparatını qoşmuşuq. Tüstü ilə yoxlayırıq. Bax gördüyünüz kimi kollektorun altından mikrofonu ona görə əlimə qoymuşam ki, fısıltını sizə hiss elətdirim. Görürsünüz necə tüstü buraxır oradan. Şlangı da göstərim sizə. Bax şlang belə cırılıb. Ona görə də kollektorun altından başlayır elə hava çəkməyə, söndür aparatı. Maşın da başlayır qeyri-stabil işləməyə. Buradan tüstü buraxan kimi kollektor dəyişməyə falan, kollektorun membranını dəyişməyə ehtiyac yoxdur. Onun altına keçən şlanglar var, onlara baxmaq lazımdır. Elementar bir şeydir, yəni elementar bir şeyə görə də zbor kollektor dəyişməyə ehtiyac yoxdur. Qaroçu, bobin dəyişiləcək, sveçalara baxılacaq, ehtiyac olsa onlar dəyişiləcək. Bir də kollektorun altında həmin cırılmış şlangı. Bax belə şlanglarla əvəz eləyəcəyik. Adi şlanglardır. Əvəz eləyəcəyik. Problem aradan qalxacaq inşallah. Bobini yaxşı da ki sökmüşük. Deməli biz təyin elədiyimiz korpusa buraxan yer bax buradır. Görürsünüz necə deşilib. Birinci silindir bax belə şikəstdir. Görürsünüz necə qırılıb. Buradan da buraxır korpusa. Ona görə də maşın başlayır pirboy işləməyə. Yenisi ilə əvəz edirik, bağlayacağıq üstünə. İşimizi yekunlaşdırmışıq. Yəni xodlayaq maşını bir yerdə. Normal vəziyyətdə xodlanır. Heç bir titrəyiş, heç bir əsmə yoxdur. Bir dənə təkərin havası ilə bağlı xəta göstərir. İnjektor işarəsi də silindi, sürüşmənin işarəsi də silindi. Maşın hal-hazırda da ideal vəziyyətdə də işləyir. Xətaları da siləcəyik inşallah. Tam təhvil verəcəyik. Sizin də maşında boğulma, titrəyiş, pirboyluq, benzin sərfiyyatının artması, xodlanmaqda çətinlik, bu kimi problemlər varsa müraciət edə bilərsiniz.